Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlmov küçəsində Evego markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub. Xəbər verilir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü hadisə yerində həlak olub. Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş. Faciəvi şəkildə ölən həmin şəxs restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb. Faktla bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb araşdırma aparılır. Oğuz rayonunda yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə rayonunun Bucaq kəndi arasında qeydə alınıb. Hərəkətdə olan Mercedes markalı minik avtomobili tərəfindən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Sarva Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və azyaşlı övladları müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar dərhal Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır. Allah şəfa versin.